Alqoritm dərsidir. Alqoritmdən qəbula bir və yaxud da ki, iki dənə sual düşür. Alqoritmdən bir məsələ tipi düşür, bir də nəzəriyyə tipi düşə bilər. Hər ikisi də düşür. Bizim indi baxacağımız birinci hissədə nəzəri tipli hissələr də var. Və həmçinin də misal məsələ tipli suallarımız da var. Amma gələn dəfəki ikinci hissədə isə ancaq misal məsələ olacaq. İndi baxaq nəzəri hissələrinə. Alqoritm xarakterinə görə aşağıdakı siniflərə bölünür. Bu siniflər elmi texniki, iqtisadiyyat, statistika, informasiya məntiqi, idarəetmə və modelləşdirmədir. Bu ixtisaslara baxsaq görərik ki, əksəriyyəti 1 və 2-ci qruplarda olan ixtisaslardır. Texnika ilə, riyaziyyatla, iqtisadiyyatla, modelləşdirmə ilə bağlı olan ixtisaslarla, sahələrlə bağlıdır. İndi isə gəlirəm kompüterdə məsələlərin həlli mərhələlərinə. Bu mərhələləri ardıcıl şəkildə əzbər bilmək lazımdır. Niyə? Çünki qəbula dəfələrlə düşüb bunların düşmə ardıcıllığı. Birinci hər zaman gəlir məsələnin qoyuluşu, ikinci gəlir məsələnin analizi və tədqiqi, üçüncü həll alqoritminin yaradılması, dördüncü alqoritmin proqramlaşdırma dilində təsviri, beşinci testləşdirmə əsaslanma, altıncı isə nəticələrin analizi və tədqiqi. Hər zaman birinci mərhələdə məsələnin qoyuluşu baş verir. Məsələnin qoyuluşu onun düzgün həllindən asılıdır. Və bir neçə hissədən ibarətdir. Bunlar nələrdir? Məsələ haqqında informasiyanın toplanması, həllini təmin edən düstur tənliklərin tərtib edilməsi, siyahı, tipi, dəqiqliyi, ölçüləri, nəticələrin siyahısı və s. Hamısının əldə olunması birinci mərhələdədir. Yəni, məsələnin qoyuluşundadır. İkinci isə gəlir məsələnin analizi və tədqiqi. Burada biləcəyimiz isə riyazi modelin hazırlanmasıdır. Modelləşdirmə ilə bağlıdır. Hər bir məsələnin riyazi bir modeli olur. Üçüncü həll alqoritminin yaradılması. Bu mərhələdə seçilən həll üsuluna uyğun məsələnin həll alqoritmi artıq tərtib edilir. İkinci mərhələdə riyazi model hazırlandı. Üçüncü mərhələdə isə oldu həll alqoritmi. Gəldim dördüncü mərhələyə. Dördüncü mərhələdə çox düşən suallar var. Demək olar dördüncü mərhələ bizim üçün əzbərədir. Niyə? Burada ilkin proqram anlayışı var, translyator anlayışı var və işçi proqram, mütləq proqram anlayışları var. Gəlin bunları bir-bir sizə ayırdım. İlkin proqram nədir? İlkin proqram səhvləri olan proqramlardır. Proqramistlər hər hansı bir proqramı yazmamışdan əvvəl onun ilkin proqramını yazırlar və orada səhvlər olur. Daha sonra ilkin proqram maşın dilinə çevirmək istəyirlər. Yəni artıq kompüterə köçürmək istəyirlər. Və kompüterə köçürən zaman da translyator adlı proqramdan istifadə edirlər. Translyator ilkin proqram maşın dilinə çevirən proqramlardır. Daha sonra isə bəs burada nələr olur? Görür ki, maşın dilinə çevirəndən sonra burada səhvlər var. Aha, deməli kompüterdə proqramlaşdırmada səhvlər var. Və bu səhvləri aradan qaldırandan sonra alınan proqramasiya deyilir işçi proqram, mütləq proqram. Ardıcıllıq necə oldu? İlk öncə cızma qara halında olan ilkin proqram, daha sonra kompüterə köçürülən mərhələ translyatordur. Artıq kompüterdə səhvlər aradan qaldırıldısa, bu getdi ilkin işçi proqrama, yəni mütləq proqrama. İşçi proqram, mütləq proqram hazır olan halıdır. Ən son halıdır işçi proqram, mütləq proqram. Daha sonra testləşdirmə və sazlama mərhələsi gəlir. Bu mərhələdə sazlama prosesi həyata keçirilir. Proqramdakı məntiqi səhvlərin aşkarlanıb aradan qaldırılması prosesinə isə proqramın sazlanması deyilir. Növbəti gəldi nəticələrin alınması və təhlili. Bu mərhələdə isə testləşdirildikdən sonra tələb olunan məsələnin həlli üçün istifadə olunur. Bu proqram müxtəlif ilkin verilənlər dəsti üçün bir neçə dəfə icra olunur. Nə öyrəndik? Öyrəndik ki, alqoritm 6 mərhələdən ibarətdir kompüterdə həll üçün. Bunlar məsələnin qoyuluşu, analizi tədqiqi, həll alqoritminin yaradılması, proqramlaşdırma dilində təsviri, testləşdirmə, əsaslama, nəticələrin analizi və tədqiqi. İndi isə baxırıq alqoritmin anlayışına.
Alqoritmin indiyə qədər riyazi bir tərifi yoxdur. Alqoritm qarşıya qoyulmuş məsələni həll etmək üçün sonlu sayda əməliyyatların ardıcıllığıdır. Alqoritmin hər birinin sonu var. Sonsuz sayda ardıcıllıq yoxdur. Hər bir məsələnin həlli olur və o da sonlu olur. Alqoritm ilk dəfə Əl-Xarəzm tərəfindən meydana gəlmişdi. Eramızdan əvvəl ya 7-ci ya da 9-cu əsrlərdə. Burada yazılmışdı eramızdan əvvəl 9-cu əsr. İlk dəfə 9-cu əsrin görsənmiş özbək riyaziyyatçısı. Yəni belə deyək də, alim adları tarixlər düşmür deyə mən onları heç zaman sizə demirəm. Çünki alim adı tarix bizə lazım deyil. Sadəcə alqoritmi dedim ki, heç düşməyəcək, yenə də məlumatımız olsun. Hesablama əməllərinin yerinə yetirilməsi prosesi isə nə adlanır? Alqoritm. İndi alqoritmin xassələrinə baxırıq. Alqoritmin 4 dənə xassəsi var. Bunlar da əzbərədir hər biri. Çox önəmlidir. Alqoritmin xassələri dəfələrlə düşür. Determinlik və yaxud da müəyyənlik, kütləvilik, nəticəvilik və diskretlik. 4 dənə xassəsi var. Determinlik və ya müəyyənlik, kütləvilik, nəticəvilik və diskretlik. Determinlik xassəsi nədir? Alqoritmdə hər bir mərhələnin məzmunu və mərhələlərin yerinə yetirilmə ardıcıllığı müəyyən olmalıdır. Bir sözlə, alqoritmin hər bir addımı qəti və birmənalı olmalıdır. Bir sözlə, bu deməkdir ki, alqoritm səhvsiz olmalıdır. Alqoritmdə səhv ola bilməz mərhələsində. Kütləvilik xassəsi nədir? Kütləvilik xassəsi bir məsələnin həlli o tipdən olan bütün məsələlərin həllində ödənməlidir. Məsələn, riyaziyyatdan müxtəsər vurma düsturlarını bilirik. Bir dənə düsturu bilməklə biz nə qədər ona aid misal və məsələləri həll edə bilərik. Ona görə də kütləvilik xassəsinə deyilir ki, bir məsələnin həlli o tipdən olan bütün məsələlərin həllində ödənməlidir. Alqoritm ilə təsvir olunmalıdır ki, ondan hamı istifadə edə bilsin. Gəldik nəticəvilik xassəsinə, hər bir məsələnin sonu olmalıdır. Alqoritmdəki mərhələlərin, onları təşkil edən əməliyyatların sayı sonlu olmalıdır ki, onların yerinə yetirilməsi axtarılan nəticə gətirib çıxara bilsin. Burada düzdür, yazıblar, amma siz nəticəni temanı tutun ki, hər bir məsələnin sonu olmalıdır. Sonlu sayda addımlardan ibarətdir, o da aiddir nəticəvilik xassəsinə. Gəldim diskretlik xassəsinə. Hər bir addım ayrı-ayrı addımlardan təşkil olunmalıdır. Hər bir mərhələ yalnız əvvəlki mərhələnin yerinə yetirilməsindən sonra başlayır. Gəlin indi bunu sizə izah edim. Misal yazacağım indi. Və misal üzərində tətbiq edəcəm həmin xassəni. Bizə verilibdir x bərabərdir 3, y bərabərdir 5. Sonra x bərabərdir x plus 7, y bərabərdir y plus 9, z də bərabərdir x plus y. Verilir və tələb olunur ki, z-in qiymətini tap. Yadımıza saxlayaq ki, alqoritmdə hər bir addım ardıcıl yerinə yetirilməlidir və dəyişənlərin də hər bir addımdan sonra son qiymətlərini götürmək lazımdır. X-in qiyməti verilib 3, y-in qiyməti verilib 5, başlanğıc qiyməti üçün. X plus 7 verib. X-in yerində nə durur? 3. 3-dən 7-ni toplayanda nə alacam? 10. Y-in qiyməti verilibdir 5 və toplansın 9. 5-dən də 9-u topladım, aldım 14. Artıq mən bu başlanğıc qiymətləri qoydum və x-in son qiymətini 10 tapdım, y-in də son qiymətini 14 tapdım. Z-in qiymətini də hesablasam, 10-dan 14-ü hesablayacağım artıq. 10-dan 14-ü toplayanda alacağım 24. Bir sözlə, mən ardıcıl şəkildə yerinə yetirdim və dəyişənlərin hansı qiymətlərini artıq istifadə etdim, son qiymətlərini. Və alqoritm də belədir. Alqoritmdə hər zaman dəyişənin ardıcıl şəkildə son qiymətlərini götürürsən. Alqoritmin ardıcıl şəkildə, ardıcıllıq, baxın, ardıcıllığı xüsusi önəmləyirəm. Ardıcıllıq şəklində son qiymətlərini götürürsən. Son qiymətlərini götür yazıram.
Bütün misal məsələ tiplərində ardıcıllıq eləyəcək misallarımızı və son qiymətlərində götürəcək. Bu xassədə diskretlik xassəsidir. Deyir, hər bir mərhələ yalnız əvvəlki mərhələnin yerinə yetirilməsindən sonra başlayır və hər bir alqoritm ayrı addımlardan təşkil olunmalıdır. Gəldim indi isə alqoritmin təsvir üsullarına. Alqoritmin 3 dənə təsvir üsulu var. Və biri də əlavədir, o da psevdokoddur. İndi burada belə göstərim. Alqoritmin təsvir üsulları. Sözlə təsvir, alqoritmik dillə təsvir, qrafik təsvir və psevdokoddur. İndi kitab üzərində də yazıram. Sözlə təsvir ən sadə təsvir üsuludur. Bu verilməmişdir, amma qəbula düşür deyə mən bunları yazdıram. Alqoritmik dillə təsvir ən yığcam təsvir üsuludur. Qrafik təsvir isə ən əyani təsvir üsuludur. Sualda belə düşür ki, ən əyani təsvir üsulu hansıdır? Siz götürəcəksiniz qrafik təsvir və ya blok sxem. Ən sadə təsvir üsulu hansıdır? Sözlə təsvir və ya təbii dillə təsvir. Ən yığcam təsvir üsulu hansıdır? Alqoritmik dillə və yaxud da ki, proqramlaşdırma dilində təsvir. Bir də var dördüncü, bu birinci, bu ikinci, bu üçüncü. Dördüncü isə psevdokoddur. Psevdokod yalançı kod deməkdir. Yalançı kodda da 1 və 0'lar olur. Yalançı kod. Demək olar ki, bu kod çox düşmür. Ən çox düşənlər bu 3 dənəsidir təsvir olaraq. Və bunun da xüsusi qeyd edin ki, sözlə təsvir kütləvilik xassəsini ödəmir. Kütləvilik xassəsini ödəmir. Buna bir qısa nümunə çəkəcəm sizə. Baxın, mən bir müəlliməm də, düzdürmü? Hər kəs mənim dilimi anlayacaq deyən bir şey yoxdur. Mənim dilimi 100 nəfər başa düşər, 5 nəfər başa düşməz. Yəni, bu da deməkdir ki, kütləvilik xassəsini ödəmir. Hər kəs dilimi başa düşməyə də bilər. Bu normal bir haldır. Ona görə də deyirlər ki, sözlə təsvir kütləvilik xassəsini ödəmir. Mən alqoritmi sizə elə izah edərəm ki, başa düşməyəsiniz. Yəni, bu kütləvilik xassəsini ödəmir deməkdir. Ona görə də yazıblar ki, sözlə təsvir alqoritmi icrası insan tərəfindən aparılır. Bu alqoritmin kütləvilik xassəsi ödəmədiyindən az hallarda istifadə olunur. Belə ki, alqoritmin bu təsvir üsulu müəyyən bir məsələnin hamı tərəfindən başa düşülməsini çətinləşdirir, bəzi hallarda mümkünsüz edir. Bura qədər kiminsə sualı varsa versin, yoxdursa davamını gətirək. Bu hissələr lazım deyildir. Gəldim əsas hissələrdən birinə. Bu blokların işarələri. Ben bir şey soruşabilirim. Bəli, buyurun. Ben bu algoritm mövzusunda məsələyə aid bir şey var. Mən təzə qoşuldum. Yox idim. Elmar, bəli, məsələyə aid var. Biraz səbirli ol. Məsələ istəmirsən, Elmar? İstəyirəm, ona görə soruşuram. Hə, bəli, var. Səbirli ol, birazdan misal məsələsi gələcək. Hələ bunlar nəzəridir. Gəldi indi blok işarələrinə baxmağa. Blok işarələri də çox düşür həddindən artıq. Başlanğıc və yaxud da son blok ovaldır. Proses hesab bloku düz bucaqlıdır. Daxil etmə və yaxud da ki, bura yazırsınız xaric etmə. Giriş və yaxud da ki, çıxış bloku paraleloqramdır. Şərt, seçmə, məntiq blok, paxlava, rombdur. Modifikasiya dövr 6 bucaqlıdır. Çap etmə bloku arxası belə biraz bayrağa oxşuyur. Alt alqoritmdəki düz bucaqlı və yanında 2 dənə xətt var. Bu cədvələ də yazıram nə? Əzbər. Əzbərdir bunlar. Bu hissələri görüm yazmışam əzbər. Burada yazmalıyam bəli əzbər. Sonra burada yazmalıyam əzbər. Nələr ki əzbər qoyuram? Birinci olar. Çox lazımlıdır. Bu zaten cədvəli dedim ki, ilk başda nədir? Əzbər. Yəni oxunlasıdır. Üzr istəyirəm. Bu alqoritm dili də qrafik blok üsulları da öyrənməliyik də, yəni ki. Nəyi? Bunları deyirsən Şərqiyə?
Gəlməm. Bəli, bəli, bunları Alqoritm. öyrənməlisən. Suallar çoxdur, en qədərdir bundan. Sənə düz bucaqdan şəklini verir, aşağıda deyir, bu hansı blokdur? Sən seçəcəksən proses bloku. Sənə Ay robot müəllimə, çox şəklini verir. verin də. Çox verməlisiniz ki, çünki hamısı əzbər lazımdır. Öyrənə bilək, yaxşımı? Pərvin, narahat olma. Narahatam ha müəllimə. Əzbərləmək Narahat. var. Az hissəsi qaldı, çox az hissəsi qaldı. Gəldiyin isə alqoritmin növlərinə. Alqoritmin cəmi 3 üzən növü var. Xətti, budaqlanan, dövri. Xətti məsələnin ardıcıl şəkildə yerinə yetirilməsidir. Budaqlananda ya həyə ya da yoxa gedir, yəni sizə romb verir. Rombun içinə şərt verir. Əgər şərtin ödənsə gedirsən həyə, ödənməsə gedirsən yoxa. Dövrü təkrarlanan da budur ki, dövr olunur. Gəlin dövrüyə aid bir dənə sizə alqoritm göstərim. Blok sxem. Göstərim ki, birinci nədir? Baxın, belə bir şeydir. Yəni, düşür aşağı, bir də qayıdır yuxarı, düşür aşağı, bir də qayıdır yuxarı. Alana dövr alqoritm. Bilə-bir blok sxemdir. Dövr olunur. İndi isə baxaq nələrə. Baxın, bu xətt alqoritmə aid nümunədir. Bizə başlanğıc blok verilə də bilər, verilməyə də bilər. ABC verilibdir, yəni dəyişənlər. Sonra deyir C bərabərdir A plus B, sonra da C-ni verir çapa. Məsələn, A-ya verirəm 5, B-yə verdim 7. C-nin qiyməti nə olacaq? A plus B-nin cəmi 5 plus 7 mənə verəcək 12. Və buradan götürəcəm, C-ni çap edəcəm, yəni 12 qiymətini çap edəcəm. Xətti alqoritimdir. Bugünkü dərsimiz bura qədər. Niyə görə çox vermirəm? Ona görə ki, gələn dəfə artıq bu blok skanləri tam keçəcəm. Ki, siz də çox yorulmayasınız, beyniniz necə deyirlər, yorulmasın. İndi isə gəlirəm, testlərə baxıram. Testi 1-dən 80-ə qədər verəcəm sizə. Gəlin testlərdən bir ikisinə baxaq. Məsələn, deyin mənə. 26-nı. Alqoritmin hər hansı mərhələsi təkrar yerinə yetirilirsə, bu hansı mərhələdir? Dördüncü mərhələ. Dövrü. Doğru. Təkrar yerinə yetirilirsə, oldu dövrü. 27. Gün ərzində marşrut hərəkətlərinin avtobusların hərəkəti. Gün ərzində bu Dövrüdür, Dövrüdür. Eyni yeri təkrar keçir. Bəli. 28. Həftəlik dərs cədvəli. Dövrüdür. Dövrü alqoritm. Bəli, tamamilə doğrudur. İndi 33-ü mən izləyirəm. Verilmiş 100 ədəd arasında ən böyük tapılması hansı strukturlu alqoritimdir? 100 dənə bizə ədəd veribdir. Mən onun ən böyüyünü tapmalıyam. Bu dövr alqoritimdir. Niyə görə dövr alqoritimdir? Mən hər dəfə dövr eləyəcəm. Bir dəfə bir ədəd tapacam, sonra 2, sonra başlayacam onları müqayisə eləməyə. Yəni, mən bu gecədə hər dəfə müqayisə ilə qayıdacam, dövr eləyəcəm. Hər dəfə qayıdacam, dövr eləyəcəm. Demək, mən 100 ədəd arasından ən böyüyü tapana qədər mən dövr eləyəcəm. Olacaq da dövr alqoritim. İndi baxıram. Müəllim, bəs ən kiçik hissəsi idi bəs? Yenə də onda səndə olacaqdı dövr alqoritim. Niyə? Müəllim, Sən səhv 100 edirəm. ədəd arasından ən kiçiyini tapana qədər dövr eləyəcəksən. Hər dəfə müqayisə eləyəcəksən ədədləri ki, ən kiçik hansıdır? Bildim müəllimə. Bildim. Sonra 34. Verilmiş AB ədədlərin hasilinin tapılması bu isə xətti alqoritimdir. Niyə görə? Sənə A-nın qiymətini verir 2, B-nin də qiymətini verir 3. 2-ni çevirdin, nə alasın? 6. Burada heç bir dövr olunmur, heç nə baş vermir.
Ardıcıl şəkildə sənə qiymətləri verir, tapırsan və olur bu xətti alqoritm. Ardıcıl şəkildə yerinə yetirir. Amma sənə böyük ədədlər verirsə, nə bilim 1000 ədədin cəminin tapılması, 1000 ədədin hasilinin tapılması, 100 ədədin ən böyüyünün tapılması, 100 ədədin ən kiçiyinin tapılması, 100 ədədin hasilinin tapılması, cəminin tapılması bu zaman olur dövri. Müəllim, Amma buradakı o xətti budaqlanan, sonra orada biri də var idi, nə belə idi? şeylər Tüfəngli yox. dövrü. Onlar eləcə sadəcə olaraq çaşdırmaq üçün Bəli, qoyublar. bəli, Vüsalə. Hə, gəldim 46-ya baxmağa. 46-nı da mən deyirəm. Yadımızda saxlayaq ki, əgər bizə aralıq parça verilirsə, o dövri alqoritmdir. Yazıram, əgər aralıq parça verilirsə, o dövri alqoritmdir. Dövri. Aralıq bir qədər O olanda aramızdakı rəqəmləri Qədər ödəyənə yəni qədər qiymət. dövr edirdi ona görə. 1-dən 10-a qədər. Düzdürmü? hı. Demək mən bir dəfə 1 verəcəm, bir dəfə 2 verəcəm, bir dəfə 3 verəcəm, bir dəfə 4 verəcəm, bir dəfə 5, bir dəfə 6, bir dəfə 7, bir dəfə 8, bir dəfə 9, bir dəfə də 10. Mən bu prosesi 10 dəfə təkrarlayacağam x-in qiymətini qoyanda qiymətləri. Demək necə Bəli. alqoritm? Dövri. Dövri. Biz x-in deyil 1-10 qiymətində bu funksiyanın qiymətlərinin hesablanması. Demək mən 10 dəfə qiymət verəcəm. Nə edəcəm? Dövr eləyəcəm? Eləyəcəm. İndi 47-ni mən sizdən istəyəcəm. Riyaziyyatla bağlıdır ha bu arada alqoritm. Yəni riyaziyyatdır sanki. Riyaziyyat işləyirsiniz. Burada sahəsini ya da perimetrini tapanda bizə məlum rəqəmlər verir də. Bunu vururuq bir-birinə. Bir tərəflərin cəmi ola bilər. Xeyr. Mən indi Hasil. sizə riyaziyyat öyrədəcəm. Kvadratın sahəsi nəyə bərabərdir? A-nın kvadratına. Bəs Abi. perimetr nəyə bərabərdir? 4-aya. Dörd Deməli aya. mən bir tərəfin uzunluğundan mən həm onun kvadratını, həm də sayəsini tapa bilirəm. Bilirəm. Bəli. Onda Yalnız deyil. bir tərəfin uzunluğu da müəllim onda. Məlum olmalıdır ki, mən kvadratın həm sayəsini, həm də perimetrini tapım. Baxıram 8-ci suala. Alqoritmin ən sadə təsvir üsulu hansıdır? Təbii dillə, yəni sözlə. İndi baxırıq 49-a. 49-da izah eləyəcəm. Parça varsa dövr. Tərəf olunur ki, x ədədinin AB parçasına daxil olması şərti hansıdır? X ədədi AB-nin arasındadır. Gəlin özümüzdən bir ədəd qoyaq. Bir qiymət qoyaq. Tutaq ki, Abi, 1 ilə 4 qoyaq. X də A ilə 4, 1 ilə 4-ün arasında olsun. Bəli. Ya 2 ilə 5-in arasında olsun. Dövrü soruşsa dövrüdür. Burada parça var deyə, aralıq var deyə. Dövr yox, bizdən onu istəmir. Bizdən Ha, sadəcə bildim. şərt hansıdır? AB-yə mən verdim 3-dən 5. A-ya verdim 3, Amma verdim. x-ə 4 verəcəyik. X-a da bəli 4 verəcəm. Bizə deyir axı Yox, X-ə arasındadır. AB parçasına daxil Onda olması. A bəndə uyğun gəlir də müəllimə. Bəli. Burada bəndə uyğun gəlir. Qoy digərləri də başa düşsün deyə Onu qoy necə mən. elədiniz? Onu necə elədiniz ki, o A bəndə uyğun gəldi? İndi deyirəm, zəhmət olmasa hamı məni dinləsin. Hamı səslərini bağlasın. Deməli baxın, mən burada X-a qiymət verdim 4, AB-yə də qiymət verdim 3-dən 5. Gəlin müqayisə edək. 3, 4, 5-i müqayisə edək. X-in yerində nədir? 4. Düzdürmü? Gəlirəm yazıram. Bu niyə belə eləyir? Qoyun başqa bir yerdə yazın. Tutulur bu proqramın özündə nəsə tutulmalar baş verir. Mən də elə bilirəm, məndə baş verir bayaqdan müəllimə. Səsimi də Yox. çıxartmıram. Yox, proqramın özündədir. Deməli, bax, belə elədik də. X-a verdik 4. Burada A
3-ün qiymətdir, B də 5-in qiymətidir. Mən A-nı x-la və B-ni x-la müqayisə edəcəm. 3 kiçik bərabərdirmi 4-dən? 3 kiçik bərabərdirmi 4-dən? Və 4 kiçik bərabərdirmi 5-dən? Düzdürmü? Kvadrat mötərizə verməkdən məqsəd hər ikisini də alması deməkdir. Ona görə də biz kiçik bərabər və böyük bərabər işarələrindən istifadə edə bilərik. Burada və işarəsini ona görə qoyuruq ki, yenə də kvadrat mötərizə var. Ona görə də cavablardan onları sildik. Qaldı A variantından D variantı. A variantında tamamilə doğrudur. D variantda gəlsəm x-in yerinə 4 qoysam, A-nın da yerinə 3 qoysam, mənim bu şərtim ödənməyəcək. 4 kiçik bərabər deyildir 3-dən. Ona görə D variantı da yanlışdır. Amma gətirsəm A variantında A-nın yerinə 3 qoysam, x-in yerinə 4 qoysam və x-in yerinə 4 qoysam, B-nin yerinə 5 qoysam, görəcəm ki, həqiqətən də mənim şərtim ödəndi. 3 kiçik bərabər 4-dən və 4 kiçik bərabər də 5-dən. Bu ədədləri mən özümdən qoydum. Niyə görə özümdən qoydum? Çünki mənə deyir axı, x AB-nin parçasına daxildir. Yəni, x AB-nin arasında yerləşir, ortasında yerləşir. Deməli, bu A təbii ki də kiçik olacaq x-dan, x də kiçik olacaq b-dən. Başa düşdün mü indi? Bəli, bəli, müəllim, indi başa düşdüm. Yaxşı. 50-ci sualı yazmayacaqsınız. 50-ci sualımız gələn dərsdə bağlıdır. Bir dənə 50-ni işləməyəcəksiniz. Baxıram 51-ə. Z bərabərdir 1 bölünsün x plus 1 və bölünsün x minus 1 funksiyasının hesablanması algoritmində məsələnin nə vaxt həlli yoxdur. Baxın, bunu çox adam bu cür açır. Bir çox şəxs demək olar ki, insanların %90%. Yazırlar Z bərabərdir 1 bölünsün x plus 1 bölünsün x minus 1. Amma bu yanlışdır. Niyə görə yanlışdır? Kompüterin başa düşdüyü dildə budur, amma riyaziyyatın başa düşdüyü dildə isə bu deyil. Çünki kompüterdə hesab əməlləri ardıcıl şəkildə yazılır. Yəni, Z bərabərdir 1 bölünsün x-ə ayrı anlayır burada. 1 bölünsün x. Və toplansın 1 bölünsün x minus 1. Bu cür anlayır. Kompüter mərhələləri ardıcıl şəkildə edir. 1 bölünsün x, toplansın 1 bölünsün x minus 1. Ona görə də bizdən soruşsa ki, nə vaxt həlli yoxdur, kəsrin məxrəci 0 ola bilməz deyə, birincidə x 0 qiymətini ala bilməz, ikinci məxrəcdə isə 1 qiymətini ala bilməz. Cavabımız olacaqdır 0 və 1. Aydın oldu, olmadısa bir də izah edim sizə. Aydındır. Başa düşdüm. Gəlirəm, indi baxıram 52-ci suala. Deyir ki, yenə məsələnin nə vaxt həlli yoxdur. Kəsrin məxrəci 0 ola bilməz. Kəsrin məxrəci 0 ola bilməz deyirsə, o zaman y-in 0 qiymətində artıq biz onu götürə bilmərik. Baxıram 53-cü suala. Kvadrat tənliyin həll algoritmində əsas şərt bloku kimi nə götürülür? Kvadrat tənliyi ax kvadratı toplansın bx toplansın c-dir. Və biz orada diskriminantı müqayisə edirik. Diskriminantın ya böyükdür 0 halı, diskriminantın ya bərabərdir 0 halı və yaxud ki, diskriminantın kiçikdir 0 halı. Bildiyimiz riyaziyyat. Bəli, bildiyimiz riyaziyyatdır. İndi 54-ü mən deyəcəm. Baxın, bu sizə blok sxemi verir. Deyir hansı əmr? Alt algoritmdir, bəli, bu alt algoritmdir. Gəldim 55-ə. Hansı algoritmdir? Xətti. Xətti. 56-ya baxıram ki, budaqlanan. Budaqlanan. Bəli, 57-yə baxıram ki, bu mürəkkəb dövrdür. Daxilində də, xaricində də dövr olunursa, bu mürəkkəb dövr adlanır.
İndi baxıram 58-ə. 58-i bir çox tələbə çətinlik çəkir, amma çox rahatdır. Yadımızda saxlayaq. Bu tip suallarda bizim baxacağımız arqument hissəsidir. Bir də ki, işarələrdir. Arqument hissəsində bizə 2 dənə qiymət veribdir. Deməli, söhbət nədən gedir? 2 dənə ədəddən. Variantlardan üstləri çıxdım. Və mənə böyükdür işarəsi verib. Deməli, söhbət ya böyükdür ya da kiçikdirdən gedəcək. Variantlarda baxıram ki, fərqdən hasil verib. Deməli, yanlışdır. Söhbət nədən getdi sadəcə? 2 ədədin böyüyündən. Deməli, baxacağımız arqument hissəsi. A, Arqument B sayılmır. veribdir. Necə? Burada 2 ədəd deyirsiniz. Burada A, B və Y var. O 3-cü ədəd sayılmır. Y. Deyil. Y nəticədir. Baxın, sizə deyir axı, əgər A böyükdür B olsa, onda Y A-ya bərabərdir. Əks halda Y B-yə bərabərdir. Bu nəticədə alınan Y-dir. Bildim. Bu nəticədə alınır. Amma bizə verilən 2 ədəd. Argumentə baxılır da, argumentin Bəli, sayılır. arqumentə baxırsınız. Əgər arqumentdə bir dənə də C versə, deməli söhbət 3 ədəddən gedir. Bildim. Hələ bundan sonra maraqlı misallarımız qabaqdadır. Hələ bu icebergin görünən hissəsidir. Altmışı deyin görüm tez. Verilmiş min ədədin cəbinin tapılması hansı algoritmdir? Dövrü alqalatördə. Dövrü. İndi 59-u mən işləyirəm. X və Y-in yerlərini dəyişmə algoritmi hansıdır? Belə bir misal seçdirəm. Deyirəm ki, əgər 2 6-ya bərabərdirsə, 6 da 4-ə bərabərdirsə, buradan belə bir nəticə çıxır ki, 4 də 2-yə bərabərdir. Ardıcıllığı gördünüzmü? Hər zaman başlanğıc və son qiymət bir-birinə bərabərdir. Digər dəyişənlər isə bir-birlərinin yanında dururlar. Yəni, bu mənim C-imdir. Mütləq şəkildə sonda da C alınmalıdır. Ortadakı dəyişənlər Onda də... B variantı uyğundur, Əcər müəllimə. Bəli, C, D-yi avtomatik gedir, A, B qalır, orada B-lər. bəli, B variantındadır. Doğrudur. Bu tip suallarda arıcıl gəlməlidir. Əgər 2 6-ya bərabərdirsə, 6 da 4-ə bərabərdirsə, deməli 4 2-yə bərabərdir. Arıcıl yerləşməlidir dəyişənlər. Mənim 6 niyə X olmadı, Y oldu ki? Orada sən X da verə bilər, ha, fərqi yoxdur. Prosta misalda Y verib deyə mən Y yazdım. Başa Yəni, düşdüm onun heç mən. bir fərqi yoxdur. Sadəcə dəyişəni elə veribdir. 62-də nə olacaq? Romb, şərt və ya müqayisə bloku. Gördünüzmü? Belə suallar qəbula çox düşür. Asan suallardır ona görə. Aha. Gəldim indi icebergin görünən hissələrinə. Daha doğrusu görünməyən hissələrinə. Görünən hissələri dedi, indi görünməyən hissələri qaldı. Deməli, verilmiş algoritm nəticəsinə görə X plus Y cəmi tapaq. Sadə sualdır, çox asandır. Temanı tutandan sonra bütün algoritm suallarını həll edə biləcəksiniz. X-in qiymətini veribdir 200. Y-in qiymətini də veribdir 195. 200 195-dən kiçikdir. Xeyr. Deməli, ondaya getmirəm, gedirəm əks-sadaya. Əgər mənim şərtim ödənsəydi, bu şərtim ödənsəydi, gedərdim ondaya, ödənmədiyinə görə gedirəm əks-sadaya. Olur 394. 94. İndi gəlin bunu hesablayaq. Bərabərdir. X plus Y. X-in yerinə doğru 200, toplandım 195-lə və çıxdım 1-i. Mənə nə verdi burada? 394 verir də, düzdürmü? Bəli. Amma cavabım 394 deyil. Çünki məndən şərtdən X plus Y istəyir. Dövr eləyir, təzədən. Hərdən bir də Y-in farq son var. qiymətini nə tapdın? Y-in son qiymətini Bəli, nə tapdın? Y-in qiyməti 394-dür də. Yenidən Bəli, bu Y-in yerinə X-in 394-dür. qiyməti də 200 idi. 200-dən də 394 topladım, 594. Müəllim, burada X bərabərdir X plus Y plus 1-i niyə götürmədik? Bir dənə o deyin.
Şərtin ödənmədi Vüsal. Bax 200 kiçikdirmi 195-dən? Xeyr. Xeyr, böyüdür. Ödənsəydi gedərdin 10-daya. Düzdür? Bax sən elə bil ki, Azərbaycan dilidir. Sənin şərtin ödənsə gedirsən 10-daya, ödənməz hara gedirsən? Əks halda, düzdür? Əks halda. Bəli. Deməli burada şərt ödənmədi deyə biz hara getdik? Əks halda. Bildim. Şərti ödənmədi deyə getdik əks halda 40-ın qiymətini nə tapdın? 394. Amma səndən x plus y istəyir ha. Sən burada 40-ın qiymətini tək tapmısan. X-in qiyməti 200-dür, y-in də qiyməti 394-dür. Topladın, aldın neçə? 590. Həcər müəllimə, burada indi biz həmişə demişik ki, son nəticəni götürürük də dəyişənlərdən. Amma gəl şərtinə də bax da. Hə, şərtində burada məsəl üçün biz x-in əvvəlki verdiyi qiymətini götürürük 200-ü, amma Bilirsən y-i nəyə görə? Bilirsən Aysel, sən burada x-i tapmadın axı, ondaya getmədin. Şərtdə ödəmə də xeyli. Ona görə ilkin qiymətində qalır. Onda ilkin qiymətini götürürük də, yəni onu demək istəyirəm. Bəli, tamam. bəli. Aysel. Çünki burada sən x-in qiymətini tapmadın. Sən təkcə y-in qiymətini tapdın. Gəlirik gözə çətin görsənə, amma çox asan həll olunan misala. Deyirsiniz ki, ay Allah, bu nədir? Ali riyaziyyat mı keçirib? Bu nədir bizə düşür? Amma çox sadədir. Biz aşağıda i-nin qiyməti verib, yuxarıda da belə bir 3 ədədi veribdir. I-nin qiymətini tapanda yuxarıdan çıxırsınız aşağını, üzərinə gəlirsiniz 1-i. Bu onun qaydasıdır. Yəni deyirsiniz ki, aşağıda 1 verib deyə bura 1 topladım. Xeyr. Qaydadır ki, yuxarıdan çıxırsan aşağını, üzərinə gəlirsən 1-i. Aldın 3. İndi gəlirəm K-nın qiymətini tapıram. Yenə də eyni şeydir. Yuxarıdan çıxırsınız aşağını, üzərinə gəlirsiniz 1-i. Aldınız 4. Və aldığınız nəticələrdə... Aşağıda 2, 3 də olsa üstünə 1 gəlirik. Bəli, bəli, bəli. 3-ü vurdum 4-ə, aldım 12. B variantı. İndi isə gəlin 65-ci suala baxaq. Necə olacaq? Yuxarıdan çıxacam aşağının üzərinə gələcəm 1-i. 5-dən çıxacam 2-ni, üzərinə gələcəm 1-i. Nə alacam? 4. Deməli, təkrarlanmaların sayı nəyə bərabərdir? Dövrlərin sayı 4-ə. Altmış altıda da hamısını tapıb 5 sonra bir-birinə vuracağıq. Bəli. 66-da da 67-də də eyni cür. 3 çıxılsın 2 üstə gəl 1. 5 çıxılsın 3 üstə gəl 1. Bir də 2 çıxılsın 1 üstə gəl 1. Bəli. Necə dedik? İğnin qiymətini tapanda 3-dən çıxacam 2-nin üzərinə gələcəm 1-i. Baxın, 3-dən çıxdım 2-nin üzərinə gəldim 1-i. Nə elədi? 3-dən 2 çıxanda 1, 2. J-nin qiymətini tapanda 5-dən çıxacam 3-ü, üzərinə gələcəm 1-i. 3. 3. 2-dən çıxacam 1-i, üzərinə gələcəm 1-i K-nı tapanda. 2 minus 1 plus 1. Aldım 2. Və sonunda aldıqlarım ədədlərin hasili. 2 vur 3 vurulsun 2. 12. 12, bəli. Asan demiş. Bəli. İndi 3-dən çıxacam 1-i, üzərinə gəldim 1-i. Aldım 3. 5-dən çıxdım 1-i, üzərinə gəldim 1-i. Aldım 5. 2-dən çıxdım 1-i, üzərinə gəldim 1-i. Aldım 2. Ədədlərin hasili bizə verdi 30. Həcər müəllimə, burada heç çıxmağa ehtiyac yoxdur. Elə üstlərini yazırıq da, eyni rəqəm alınır məncə. Qayda ilə getdik, Aysel. Qayda ilə getdim ki, qoy hamı bilsin. Yoxsa mənə nə var? Mən də aşağı heç baxmaram ki, 1-dir deyə. Yəni məntiq odur da, yuxarını yazırıq, düzdür? Bəli. Yuxarıdan çıx, aşağının üzərinə gəl 1-i. Yuxarıdan Eyni çıx, rəqəm. aşağının üzərinə gəl 1-i. Yəni bu Amma- təsadüf deyil ki, belə alınır da, yəni məncə həmişə. Bəli. Yox, sən deyirsən ki, elə yuxarıları vurardıq bir-birinə, düzdürmü? Aşağıda 1 Bəli. Yəni Bəli. yuxarıdan zaten biri çıxıb üzərinə 1 gəlsən, bu 1-in heç bir əhəmiyyəti qalmır. 66-da orada 5 rəqəmi qalmayıb axı 66-da məsələn ikinci sırada 3 alınıb. 3 Hə, alınıb. onu deyirəm də. Yəni sən qayda ilə gedəsən deyə hər zaman bu cür istifadə elə. 5-dən çıx 1, üzərinə gəl 1. 2-dən çıx 1, üzərinə gəl 1. 3-dən çıx 1, üzərinə gəl 1. Tamam. Sonra Şərt olmayacaq da, başqa rəqəmlər də olacaq ona görə.
Başqa rəqəmlər də bəli ola bilər. Və Görürəm 66 66-nı bilmədiniz? bildik başqa rəqəmlər idi. Onu deyirəm ki, orada başqa cür gedir. Səs Deməli, gəlir? Hə. yığın dizaydıram. Bizə x-in qiyməti verilmişdir 16. Ardıcıl şəkildə yerinə yetiririm. Deyir ki, mənə çünki şərtdə alqoritm yerinə yetirildikdən sonra y dəyişən hansı qiymətini alacaq. Yəni ardıcıl şəkildə nə etdim? Yerinə yetirdim. X-in qiyməti verilibdir 16. 50 alırsınız müəllimə axırda. Nədir? Elə yerinə qoyuruq 50 alınır məncə. Yoxsa səhv dedim. 50 olmalıdır, bəli. 14-dən 16-nı topladım, aldım nə? 30. X-dən y-i topladım. 30-dan 16-nı topladım, aldım 46. Və artıq mən x-in son qiymətini nə almışam burada? 30 almışım. 46. Ha, x-in qiymətini bilirsin. 46. Toplasın 4, aldıq 50. 50. Bir çox tələbə deyir ki, bəs müəllimə, burada qoşa nöqtə nədir? Kompüter bərabəri qoşa nöqtə kimi anlayır. Əslində bu elə bərabər deməkdir. Yəni x bərabərdir ilə x qoşa nöqtə bərabər eynidir. Eyni. İndi isə bunun tərsini işləyəcəm. Yəni bu asan idi. İndi gəlirəm 68-i işləyirəm. Bəs 68 necədir? 68-də tərsini işləyəcəyik. Yəni sondan əvvəl doğru. Niyə? Bayaqları bizə deyir ki, y hansı qiymət alar? Bu dəfə deyir, nəticəsində y-cı 12 qiymətini alıbdır. Yəni Aşağıda y-in yerinə 12 bərabərdir x plus qoyacağıq da. Elə o baxmada. Sakit, qoyun mən izah edeyim. 12 bərabərdir x plus y-ə, düzdürmü? Bir mərhələ qalxacam yuxarı, x y-dən əvəz edəcəm. Niyə? Çünki mən baxın 12 bərabər x plus y-dən heç nə almıram axı. 2 dənə fərqli dəyişənim var, x, y. Deməli, mən nəyəsə nə ilə əvəz etməliyəm? Gəlirəm, bir mərhələ qalxıram yuxarı, x əvəz edirəm y plus 2 ilə. Baxın, burada bizə veribdir. Gəlirəm, burada x-in yerinə qoyuram y plus 2 və təyniyə alıram. 12 bərabərdir y plus 2 toplansın y-ə. Buradan alırıq 2y bərabərdir 12 minus 2, 10, y-də tapdıq 5. Mən y-in qiymətini 5 tapdım. Artıq mən ikinci mərhələni istifadə etdimdə ya əvəz etmədə. Bir mərhələdə qalxıram yuxarı, aldığım y-in 5 qiymətini qoyuram y-in yerinə. 5 bərabərdir x minus 1-ə. Hansı ədəddən 1 çıxanda 5 verir? 6-dan. Bizdən də x dəyişəninin qiymətini soruşur. Deməli, əvvəl 6 qiymət olub ki, y 5 alıb, sonda gətirib y 12 alıbdır. Müəllim, bəs burada 12, y-ə 12 verməyib. Burada da x plus y-də y-ə 12 verək, x-ə 0 verək də məsələn. Niyə yuxarı qalxırıq ki? Eyni y-də ikisini də. Başa düşmədim. Burada aşağıda y bərabərdir, x plus y-dir. Elə deyil. Y-ə də 12 qiymətini verib də bizə. Məsələ özü 12 qiymətini verib. Biz x plus y deyil, y-in yerinə 12 qoyaq, x-in də yerinə 0 qoyaq da. Niyə yuxarı qalxmalıyıq? Necə? Bəs biz onda x-in qiymətini necə tapaq? X-in 0. X-in də qiymətini 0 götürək, məsələn üçün deyirəm də. Niyə yuxarı qalxırıq? Hə, sən deyirsən ki, bu y-in də qiyməti 12-dir. Mən də bunu tam başa düşmədim. Baxın, siz deyirsiniz ki, nə üçün y-in yerinə burada 12 qiymətini qoymuşuq? Çünki özü verir. Baxın, hə, mən bildim siz nəyi demək istəyirsiniz. Bir də lap gedirəm başa, heç nə eləmirəm.
Baxın. Həcər müəllimə, məncə deyirlər ki, əvəz x dəyişəninin yerinə hər hansı bir qiyməti ata bilərik də. Biz axı bilmirik Eləyə hansı bilmərik, ədəddir. xeyr. Misalda elə bir şey olmur. Baxın. Bu y-in qiyməti, bax bu y-in qiyməti, bu y-in qiymətidir. Bu x-in qiyməti də bu x-in qiymətidir. Bildiniz nə demək istəyirəm? Yəni bu y sonda alınan nəticədir. İfadənin qiymətidir. Yəni ki, x və Bəli, y yuxarı bu nəticənin cümlələrin qiyməti 12-dir. Və bu 12 x-dən y-in, bax bu x-dən y-in cəmidir. Da mən götürüb y-ə 0 vermirəm. Misal. Müəllim, bu 12 niyə x plus y-in cəmi olur ki? İkisi də y. Misalda verib də sənə. Deyir ki, alqoritmin yerinə yetirilməsi nəticəsində. Nəticə nə deməkdir? Sonda y Hə bu də hə, y bərabərdə 12. Bu x plus y-i toplayanda 12 eləməlidir. Hə də, hə. Elə deyil, y-in də qiymətini 12 verib də. Y-in qiyməti, bax bu y-in qiyməti 12-dir. Bu y deyil axı. Onun fərqi nədir ki, müəllim? Çünki bu y-in qiyməti, bax bu y-dir. Biz deyirik axı, Müəllim, hər zaman. imtahanda da ümumiyyətlə misalların hamısını elə götürürük, yoxsa təkcə bu misalda O elədir? çaşdırıcı deyil müəllim, ona görə deyirəm. Biz bayaq tərsinə gələndə fikir verirdiniz, biz son qiymətini götürürük alqoritmdə. Gözlə. Hesablayırıq ifadənin. Aysel, bir dəqiqə gözləyin, zəhmət olmasa. Bir dəqiqə. Bax, belə bir ifadə yazmışdıq. Düzdür? Yazmışdıq, bilirəm müəllim, son qiymət göstərdi. X-in yerinə 3 qoyurduq, sonra 3-ün üstə 5 gəldi, 8, böyük olanı götürdük, belə deyim. Başlanğıc qalırdı, son götürdük. Bəli, düzdür bir Bunu sual. mən bildim mi, müəllimə? Onu bildim. Bəs Prosta nədir? bu bir problem odur ki, bu bir sualda yaxşı y-i qoyuram bunun yerinə, elə deyil. Bu y yuxarıdakı y-də. Hı? 12 bərabərdir x minus 1. Yox, məsələnin şərtində axı yazıb, ən sonda yazıb ki, bu qiyməti alana qədər alqoritmdə x dəyişəninin qiyməti neçə olmuşdur. Ona görə biz qayıdırıq onu tapmağa. Bax, Vüsal, səndən bilirsən nə istəyir burada? Sənin bu x-inin qiymətini istəyir. Bax, bu x-in qiymətini istəyir. Sənə deyir ki, y-in qiyməti əvvəl neçə olub, x-in qiyməti əvvəl neçə olub. Bax, səndən əvvəlki qiymətləri istəyir. Sonda 12 qiymətini alıbdır y. Səndən əvvəlki x-in qiymətini istəyir. 12 bərabərdir x plus y, düzdürmü? Yəni gətirirsən sən bir mərhələ əvvəldə y-in qiymətini tapırsan. Sən y-in qiymətini tapmalısan. Bir də müəllim, yuxarıdan aşağı niyə gəlmədi? Aşağıdan yuxarı getdi. Sənə deyir, axı nəticəsində y 12 qiymətini alıbdır. Biz yuxarıdan aşağıya necə işləyək? İşləyə bilmərik. Ən axıra götürməliyik. Bildim müəllim. Bəli, nəticəsində deyir, bu qiyməti alıb. Son qiymətini götürürük. Bildim. Bəli, son qiyməti götürürsən. Elə əvvəlki qiymətini işləsəydik, bilərdik də. Amma bizə deyir, son qiyməti bunu Müəllim, alıb. burada məsələn siz indi deyirsiniz ki, onun əvvəli y üstə gələk 2 götürürük. Aha, bəli. Y-də 5 götürdünüz. O 5-i hardan aldınız? Tənliyi həll eləyib aldıq. Bax, gəldik x-in yerinə nə qoyduq? Y plus 2, düzdür? Buradan aldıq 12 bərabərdir y plus 2 toplansın y-ə. 2y bərabərdir 10 alındı. Y-də tapdıq 5. Və artıq biz ikinci mərhələni istifadə etdikdə bizə ikinci mərhələ lazım deyil. Çünki x-ə əvəz etdik y plus 2 ilə. Bir də y-in 5 qiymətini bir mərhələdə qalxdım yuxarı y-in yerinə qoydum. Hansı ədəddən 1 çıxanda 5 alınır? 6-dan. Hə, başa düşdüm müəllim, başa düşdüm. Başa düşdüm. Bu dəfə həqiqətən başa düşdüm. Çünki orada siz x-in yerinə qoydunuz ikinci sıradakı yazıları. Bəli, y plus 2-ni. Oradan y-in gəldi. qiymətini tapdım. Bir də Hə. qoydum yuxarıdakı y-in yerinə. Uşaqlar, bu məntiqdə eləyirik biz adi sistem tənlikdə falan əvəz etməklə yerinə eyni şeydir. Prosta gözümüzə biraz qorxuducu gəlir, arxadan gedirik deyə. Yəni eyni şeydir. 77-ni siz işləyin, yoxsa mən işləyim? Qoyun mən işləyim. Bir şey soruşum sizdən. Mən o gedişatı başa düşdüyüm problem yoxdur da. Belə bir şey soruşum. Bizdə orada nəticədə 12 bərabər x plus y olur da.
Biz Aha. Y-i 5 alırıq, X-i də 6 alırıq. 12 üstünə 6 gələndə 5 üstünə 6 gələndə 12 eləmir axı. Qoyun da baxacağım. Qoy proqramda nəsə Orası bir dənə maraqlı gəldi. Yox, gedişat, ümumi gedişatda bilirəm, başa düşürəm. Keçən dəfədən başa düşmüşəm. Sadəcə alınan nəticəni yerinə qoyanda o vermir axı. baxıram. Dəqiqə gözləyin. Gitcə dəqiqə. Deməli biz hansındaqa neçənci sual idi? 68 idi. Hə. Alınan nəticə ola bilməz ki, onu verməsin. Gözləyin. Y-i 5 aldıq da. 5 aldıq, sonra da 6. X-i də 6 aldıq ki, 6-dan birini çıxanda 5 qaldı. Deməli Y-i 5 X 6 eləyirsə cavab 11 eləməlidir axı. Gözlə bir dəqiqə. Bax, biz burada Y-i nə tapdıq? 5 tapdıq, düzdürmü? Bəli. Qiyməti nə idi? 6, düzdür? Aha. X-in son qiyməti nə olur? 7. Ha, orada bir də qaytarıb orada yerinə qoyuruq. Hə? Məncə ən axırıncı Bəli. Y plus 2 verir baxsan. Y-in yeri nə durur? 5. başa Düzdür? düşdüm. Və Çünki 7 5 bir sənə verir. 12. 12. Hə, düzdür. Mən aşağıdakı Y-i qoymuşdum yerinə, amma X-i edə bilirdim. Nəsə. Yaxşı Bir Rüfanə, də problem qalmadı. Hə. İndi isə baxırıq. Müəllimə 71-i vermişdiniz bizə eləmək üçün. 7-ni mən yazdım. Cavab 3-dür müəllimə. Bəli, cavab 3-dür Səbinə. Deyim izahını. Həll Yox, mən elədim. edirəm. Baxın uşaqlar. Deməli bizə nə veribdir? Y qiyməti deyir 110 alır. 110 Eyni bayaqki kimidir müəllimə. və bir mərhələ qalxıram yuxarı ikisini ilə əvəz edirəm. 110 bərabərdir 3y minus 45 toplansın 2y. Buradan alırıq 5y bərabərdir 110 ilə 45-in cəmi 155. Y-i tapdıq 31. Artıq mən ikinci mərhələni istifadə etdim deyə bir mərhələdə qalxıram yuxarı, Y-in yerinə qoyuram 31. Hansı ədədin kvadratı üstünə 22 gələndə 31 alınır? 3-ün üstünə. Deməli, X-in qiyməti nə olmuşdur? 3 olmuşdur. 31-dən 22 çıxırıq 9, 9-da 3-ün kvadratı. Bəli. Gəlirik indi isə nələrə baxmağa? 87 tipli suala baxmağa. 87 tipli sual sizin gözünüzü qorxutmasın. Siz sinüs X, tangens X falan öyrənmişsiniz. Sizin sadəcə baxacağınız şərtdir. Yəni, siz baxın, bura baxırsınız. Hansı şərt ödəndirsə, onun qarşısındakı əməliyyatı yerinə yetirirsiniz. Birinciyə baxıram. 6 kiçik bərabərdir 5-dən, çünki X-in yerinə biz 6 qiymətini verib. Xeyr, deməli, səhvdir. İkinciyə baxıram. 5 kiçikdir 6-dan, 6 da kiçikdir 7-dən. Bəli, deməli, ikinci doğrudur. Üçüncüyə baxıram. 6 böyükdür 7-dən. Xeyr, deməli, üçüncü də səhvdir. Bizim ödədiyimiz oldu, ikinci. X-in kvadratı toplansın X. O da bizə verəcəkdir 43. Və bunu da bildirim ki sizə, yəni 6-nın kvadratı toplansın 6, toplansın 1 deməkdir. 6-nın kvadratı 36, toplansın 6, 42, 42-nin üzərinə 1, 43. Bu sinüs, tangens, kotangenslər heç vaxt ödənmir. Burada eləni görürsünüz, bunlar heç vaxt ödənmir. Məndə ixtisas humanitardır. Ona görə biraz çətinlik çəkirəm. Amma bəziləri hasant gəlir. Asantdırlar bunlar, çox çətin deyilər. Hesablama əməliyyatıdır. Bəlkə 99-a qədər, 100-ə qədər verim yaxşısı. Birdən 100-ə qədər verəcəm. Mən 80-ə kimi vermişdiniz? 100-ə Ay qədər. müəllimə, xahiş edirəm, səhərdən axşama kimi. Mən 248-in hamısını işləmişəm.